Salam, hər vaxtınız xeyir olsun. Bu günləri ayaqlarda olan dəyişikliklərin qaraciyərin problemləri ilə əlaqəsindən sizlərə danışmaq istəyirəm. Hər bir qaraciyərin 500 min payı vardır ki, bu paylar arteriya, vena, limfa, sinir damarları, öd yollarından ibarətdir. Ayaqlarda olan dəyişikliklər qaraciyərin problemlərindən çox vaxt xəbər verir. Bunların bəzilərini nəzərinizə çatdırım. Birincisi, ayaqlarda olan qırmızı qəhvəyi ləkələr. İkincisi, ayaqlarda olan hörümçəkvari damarlar. Üçüncüsü, tabanda olan çatlar. Dördüncüsü, ayaqlardakı qaşınma. Beşincisi, ayaqlarda olan pis qoxu. Altıncısı, ayaqlardakı şişkinlik. Yedincisi, ayaqlarda olan ağrılar. Bundan sonra 8-ci dırnaqların göbələk xəstəliklərinin yaranması və ən nəhayət ayaqda lokal şəkildə dəridə qırmızımtıl ləkələrin əmələ gəlməsi. Qaraciyərdə olan problemlərin əsasən yaranmasında aşağıdakı səbəblər öndə gəlir. Bunlardan birincisi dərman preparatlarının əlavə təsiri, ikincisi qida maddələrində şəkərdən daha çox istifadə olunma, üçüncüsü konservləşmiş qidalardan istifadə etmə, dördüncüsü meyvə tərəvəzlərin qida rasionunda azlığı, beşincisi spirtli içkilərdən aşırı surətdə çox istifadə etmə və ən nəhayət zulalı qidaların daha çox qəbul olunmasıdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.